Qur'an qəti şəkildə bizi haram ruzidən çəkindirir. Bilirsiniz, haram ruzilər özləri də müxtəlif növlərə bölünür. Məsələn, murdar, nəcis varlıqların alış-satışı və yaxud da ola bilər ki, bəzi işlər öz-özlüyündə halaldır, lakin qanunsuz yolla, qeyri-şər'i yolla ələ gətirsən, sənin üçün harama çevrilər. Məsələn, bir çörək öz-özlüyündə halal, amma kiminsə əlindən qəsb edəsən və ya oğurlayasan, sənin üçün harama çevrilmiş olar. Buna görə də imamlarımız qəti şəkildə bizə qazandığımız ruzilərin mütləq şər'i tərəfinə diqqət yetirməyi qətiyyətlə tövsiyə ediblər. Bu işlər içərisində ən çox bəyənilən iş bəlkə də ticarətdir. İndi müasir dövr kapitalizm quruluşunda da ticarətlə, bizneslə məşğul olan insanlar həddindən artıq çoxdur. Bu işlər öz-özlüyündə bəyəniləndir. Hətta böyük hədis alimi Məhəmməd ibn Həsən Hür Amili Vəsail-ü Şiə əsərində bir hədis rəvayət edir. Hədisin məzmunu bundan ibarətdir ki, İmam Cəfər Sadiq əleyhissalamın yaxın bir tacir dostu var idi. Bir gün İmam əleyhissalamın yanına gəlir, deyir, ağa, dükan mağazaları bağladım, ticarəti yığışdırdım. İmam əleyhissalam buyurur ki, get dükanların, mağazaların qapılarını aç və ardınca da gözəl bir cümlə buyurur, ticarəti tərk edəndə ağıl yoxdur. Ticarət, bu rəvayət onu göstərir ki, insanın ağlını, dünya görüşünü zənginləşdirən zəhmətlərdəndir, faydalı əməklərdən biridir. Hətta tarixdən də sizə nümunə verim ki, bilirsiniz, müsəlman dünyasında ən çox əhalisi olan ölkə İndoneziyadır. Baxın, İndoneziya və çevrəsində olan ölkələr ticarət yolu ilə müsəlmanlaşıblar. Heç vaxtı ora fəth edilmək üçün ordu, qoşun və s. heç təbliğatçılar belə getməyib ora. Ancaq oranın əhalisi vaxtı ilə müsəlmanlarla tacirlərdən gedir söhbət. Alış-veriş etmələri nəticəsində hamısı bu günləri bütün əhali və çevrəsi müsəlman ölkəyə çevriliblər. Deməli, ticarət təkcə bizə savab gətirmir. Ticarət İslam şəriətində ona görə bu qədər bəyənilib ki, həm də orada dinin təbliğatı var. Həm də orada dini mədəniyyətin yayılması var.